Allah bunun üçündür ki, sənin səhvləri kompensasiya eləsin. Özü deyir, mən bunun üçün. Deyir ki, sən ki səhv buraxmısan, başı o işlər gələcək. Deyir, ay biçarə, mən varam da, niyə mənim qüdrətimdən istifadə eləmirsən? Mən qüdrətimlə sənin qulluğundayam. Bilirsiniz? Çox gözəl sözdür bu. Allah Quranda deyir, innəkə alə kulli şeyin qədir. Mən hər şeyə qadirəm. Sual verirəm, niyə bunu dəqiqədə bir təkrar edir? Mən hər şeyə qadirəm. Özünü bizə göstərir. Allahın ehtiyacı var bəndəsinə. Mənə bax, mən qüdrətliyəm. Bəzi adam var, oturur, ancaq özündən danışır. Allah da Quranda baxsan, otururdur, özündən danışır. Mən beləyəm, mən öləyəm. Nə üçün? Allah nə uzbulab adamların tayıdır, özünü tərifləsin, zövq alsın. Yox, nə üçün demək istəyir bunu? Deyir ki, qüdrətliyəm, yəni qüdrətim qulluğundadır. Mən qüdrətliyəm, yəni gəl qüdrətim var, gəl həll edeyim. Bütün çətinlikləri həll edeyim.